Deməli, son vaxtlar bikepacking sözünü o qədər eşidirik ki, elə bilirsən dünən icad olunub. Amma əslində hekayə heç də belə deyil. Bəs sizə desəm ki, bu yepyeni trend var ha, əslində velosipedin özü qədər köhnədir, hətta bəlkə də velosiped sürməyin ən orijinal formasıdır. Gəlin belə eləyək, bu macəra ruhunun kökünə gedək və baxaq görək hər şey hardan başlayıb. Bütün bu söhbətimizin açarı əslində məhz bu ifadədir. Torpaq niyyəti. Bu sadəcə bir söz birləşməsi deyil, yəni bu bir fəlsəfədir. Mənzərənin bir parçası olmaq, tək başına ayaqda dura bilmək, şəhərin səs-küyünü arxada qoyub təbiətə qarışmaq, bax, bikepacking-in əsl ruhu, canı elə budur. Və bizim bütün hekayəmiz də bu niyyətin ətrafında fırlanacaq. Hekayəmiz başlayır 1800-cü illərin sonlarındayıq. Velosipedin insanlara daha əvvəl heç dadmadıqları bir azadlıq hissini bəxş etdiyi o həyəcanlı zamanlarda. Baxın bu adlara, bu tarixlərə. Velosiped icad olunan kimi insanlar onunla sadəcə marketə getmədilər. Thomas Stevens, eyni Londonderry kimi cəsur insanlar dərhal dünyanı fəth etməyə yollandılar. Yəni demək istədiyim odur ki, macəra, torpaq yollarda gəzmək, bu velosipedin DNT-sində lap əvvəldən var idi. Amma sonra hər şey dəyişməyə başladı. 20-ci əsr gəldi və özü ilə asfalt yollar, daha da önəmlisi, avtomobillər gətirdi. Velosipedin o macəraçı ruhu yavaş-yavaş arxa plana keçdi. Bu həqiqətən də inanılmaz bir transformasiya idi. Düşünün, cəmi bir neçə 10 il içində velosiped macəra simvolundan çevrildi oldu ABŞ-da bir uşaq oyuncağı, Avropada isə sadəcə işə-gücə gedib gəlmək üçün bir vasitə. Səyahət deyəndə artıq insanların ağlına ancaq hamar asfalt yollar gəlirdi. O ilkin, vəhşi ruh sanki yoxa çıxmışdı. Amma bilirsiniz, o ruh heç vaxt tamamilə ölmədi. İngiltərədəki Rough Stuff Fellowship kimi qruplar var idi ki, asfaltın hökmranlığına boyun əymirdilər. Onlar inadla, israrla o köhnə ferma yollarında, dağ çığırlarında sürməyə davam edirdilər. Bu əslində o torpaq niyyətinin bir köz kimi sönmədiyinin, sadəcə doğru zamanı gözlədiyinin ən yaxşı sübutuydu. Və gəldik çox maraqlı bir fakta. Bikepacking sözü var ha, heç də o qədər yeni deyilmiş. İlk dəfə, bax bu tarixdə, 1973-cü ildə məşhur National Geographic jurnalının bir məqaləsində işlənib. Təsəvvür edin, bu terminin bütün dünyada bir trendə çevrilməsindən 10 illiklər əvvəl. İndi isə zaman maşını ilə biraz irəli gedirik. Gəldik, çıxdıq 70-ci illərə. Bax, məhz bu dövrdə bir-birinə tamamilə zid kimi görünən iki fərqli hərəkat müasir bikepacking-in təməlini qoymağa başladı. Və bu iki cəryan həqiqətən də ağla qara kimi bir-birindən fərqlənirdi. Bir tərəfdə enli təkərləri, güclü əyləcləri ilə dağları fəth etməyə hazır olan yeni dağ velosipedi mədəniyyəti. O biri tərəfdə isə əlimizdəki də bizə bəsdir deyib, o incəcik təkərli şose velosipedlərini inadla torpaq yollara salan puristlər, yəni underbiking tərəfdarları. Sanki iki fərqli aləm idi, amma bilmirdilər ki, yolları bir gün mütləq kəsişəcək. Bax, bu sitat dağ velosipedinin o ikili təbiətini çox gözəl izah edir. Bəli, bir tərəfdə adrenalin dolu yarışlar vardı, amma eyni zamanda o velosipedləri uzaq təpələrə, kəşf edilməmiş cığırlara sürmək istəyən bir kəşfiyyatçı ruhu da vardı. Bu sadəcə idman deyildi. Bu, həm də bir macəra axtarışı idi. O əyri sükanlı puristləri isə heç cür unutmaq olmaz. Onlar çox vacib bir şey sübut edirdilər. Macəra üçün ən son model, ən bahalı texnikaya ehtiyac yoxdur. Əsas məsələ niyyətdir. Onlar əslində, bilirsiniz nə edirdilər? Velosipedin o zərif keçmişi ilə macəralı gələcəyi arasında bir körpü qururdular. Yaxşı, bəs bu iki fərqli dünya necə oldu ki bir araya gəldi? Hər şey yeni, artıq ikonik sayılan marşrutların yaranması və çox köhnə, demək olar unudulmuş bir ideyanın yenidən canlanması ilə başladı. Böyük bölücü dağ velosiped marşrutu, qısaca GDMBR, demək olar ki bir partlayış effekti yaratdı. Bu, sadəcə xəritə üzərində bir cızıq deyildi. Yox, bu minlərlə kilometrlik bir macəra vədi idi. Birdən-birə Amerikadan keçən epik bir velosəyahət sadəcə bir xəyal olmaqdan çıxdı, əldə oluna bilən, gerçəkləşdirilə bilən bir plana çevrildi.
Və marşrutla birlikdə təbii ki, avadanlıq da dəyişdi, amma ən maraqlısı odur ki, bu yeni bikepacking çantaları əslində heç də yeni bir şey deyil. Bu, düz 100 il əvvələ velosipedin qızıl çağına bir qayıdışdı. 1890-cı illərin səyyahları məhz bu cür çərçivə və sükan çantaları işlədirdilər. Sonra bu sistem uzun müddət unuduldu və 2000-ci illərdə daha yüngül, daha möhkəm materiallarla yenidən həyatımıza girdi. Bu dəyişikliyin sürətinə bir baxın. Çox məşhur bir səyahət kitabının 2006-cı il nəşrində bikepacking çantalarının adı belə çəkilmir, amma cəmi 9 il sonra 2015-ci ildə çıxan nəşrində artıq standart bir avadanlıq kimi təqdim olunur. Bu, zehniyyətdəki inqilabın nə qədər sürətli baş verdiyini açıq-aydın göstərir. Bütün bu zəngin tarix bizi gətirib bugünə çıxarır. Yaxşı, bəs indi bugün bikepacking nə deməkdir? İndiki mənzərə, əmin olun, çox daha geniş və rəngarəngdir. Artıq bikepacking deyəndə ağlımıza sadəcə dağlarda günlərlə pedal çevirən ultra idmançılar gəlməməlidir. Bu, hər kəs üçün əlçatan bir macəradır. İstəyirsən balıqçılıq ləvazımatlarını yığıb gölə get, istəyirsən fotoaparatını götürüb heyrətamiz mənzərələr çək. Velosiped artıq sadəcə bir nəqliyyat vasitəsi deyil, sənin şəxsi macəran üçün bir platformadır. Və məncə, ən ruhlandırıcı tərəfi odur ki, bu hekayə artıq sadəcə bir neçə ölkənin sərhədlərində qalmır. Lyle Wilcox'u kimi inanılmaz marafonçulardan tutmuş, Hindistanda, Kolumbiyada yeni yaranan velosiped klublarına qədər hər kəs bu hekayəyə öz səhifəsini yazır. Bu, artıq həqiqətən də qlobal bir hərəkətdir. Və beləcə fırlanıb dolanıb başladığımız o əsas nöqtəyə geri qaydırıq. Bütün bu uzun tarixin bizə dediyi ən vacib şey budur. Bikepacking sənin velosipedinin markası və ya çantalarının qiyməti ilə ölçülmür. O, bir niyyətlə, o ilkin torpaq niyyəti ilə müəyyən edilir. Deməli, qonşu meşədə bir gecəlik çadır qurmaq da, qitələri aşan bir ekspedisiyaya çıxmaq da eyni ruhdan qidalanır. Hər ikisi də o ilkin macəra arzusunun bir davamıdır. İndi isə növbə sizdədir. Bəs sizin torpaq niyyətiniz nədir?